Və budur ən təhlükəli, gizlədilməsi qeyri-mümkün olan final əlamət. Sən nə etsən, o da eynisini edir, şüursuzca. Bir mühitdə oturursuz. Sən əlini çənənə qoyursan, bir neçə saniyə sonra o da əlini çənəsinə qoyur. Sən bardağını götürüb su içirsən, o da eyni addımı təkrarlayır. Sən ayağını ayağının üstünə aşırırsan, o da bədən vəziyyətini sənə uyğunlaşdırır. O bunu bilərəkdən etmir. Beyni sənə tamamilə köklənib. Neuropsixologiyada buna güzgü neyronlarının sinxronizasiyası deyilir. İnsan şuuraltı olaraq yalnız heyran olduğu, dəlicəsinə bəyəndiyi və özünü yaxın hiss etdiyi insanın hərəkətlərini kopyalayır. Bu, təbiətin ən gizli sevgi etirafıdır. Bədən yalan danışa bilmir. O artıq sənə tamamilə təslim olub. Bu 8 qızıl əlamət təsadüf ola bilməz. Bəzən insan hər şeyi hiss edir, amma özünə inanmır. Bəlkə yanılıram deyir. Amma bədən dili və elmin sübutları yanılmır. Ən böyük cəsarət hiss etdiyinə inanmaq və ilk addımı atmaqdır. Bəs sizin həyatınızda bu əlamətlərdən neçəsi var? Şərhlərdə yazın, kanala abunə olun və bu sevgini qaçırmayın.